Salamlar hər birinizə. Bu günləri tənlər sisteminin 5-ci bölməsi, sonuncu bölməsi olan tənlər sistemi qurmaqla məsələ həllinin suallarına baxacaq. Baxaq, birinci sualımızsa deyir 2 müsbət ədədin fərqi 8. 1x olsun, biri də y olsun. Fərqi 8, hasili isə 65-dir. Deyir ki, bu ədədlərin kiçiyini tapın və x y-imiz nədir? Müsbətdir, sıfırdan böyükdür. Burada yuxarıda əvəzləmə aparırıq. X bərabər olur 8 üstəgəlsin y və yazırıq. Y vurulsun 8 üstəgəlsin y bərabərdir 65-ə. Olur y kvadratı üstəgəlsin 8y minus 65 bərabərdir 0. Köklərimiz olur -13 və 5. -13-ü götürmürük çünki bizə müsbət dedi. Olur 5. Y 5 olur. X-imiz da ki olur 13. Bu ədədlərin kiçiyi olacaq 5D variantı. İkinci suala baxaq. Deyir, cəmi 6, x plus y bərabərdir 6. Fərqi 4 olan sistemi alırıq. 2x bərabər olur 10-a, x bərabər olur 5-ə. Bu 5 olanda bu da 1 olacaq. Hasil eləyəcək 5, yəni C variantı. Üçüncü sual da eyni qayda iləndir. Dördüncü suala baxaq. Deyir, Nahid ilə Aysunun birlikdə 300 manat pulu var. Deməli, x üstəgəl y bərabərdir 300 manat. Deyir, Nahid pulun yarısını Aysun'a verərsə. Aysunun pulu Nahidin pulundan. Deməli, Nahid pulunun yarısını. Nahid pulunun yarısını Aysu'ya verərsə. Aysu da y olsun. Aysu'ya verərsə, Aysu'nun pulu Nahidin pulundan 2 dəfə çox olar. Aysu'nun pulu bu olacaq artıq. Aysu'nun pulu Nahidin pulundan 2 dəfə çox olacaq. Nahidin pulunu 2-yə vurmaq lazımdır. Nahidin neçə manat pulu var? Sistemi alaq. Deməli, vurub açı olacaq 2x çıxılsın. X bərabərdir. Y üstəgəlsin x bölü 2. Bunlar çıxanda olur x. Bu da keçir digər dəfə x bölü 2 bərabərdir y-yə. Bu x-dan x bölü 2 çıxmaq elə bilin ki 1-dən 2-də 1 çıxır. O da yenə x bölünsün 2 bərabərdir y-yə. X də bərabərdir 2y. Yazırıq burada. 2y üstəgəl y bərabərdir 300. 3y bərabərdir 300. Y də bərabərdir 100. Y 100 olur. Bu da 200 olur. Deyir, Nahidin neçə manat pulu var? Olacaq 200. B variantı. Baxa 5-ci suala. Katerin çayın axını istiqamətində sürəti. Deməli, axın istiqamətində sürətində toplayırıq 16. Axına qarşı da çıxırıq. Çayın axma sürətini tapın. Çayın axma sürəti y-dir. Ona görə çıxırıq. Deməli, çıxanda y-lər toplanacaq. Olacaq 2y bərabərdir 6. Bunları amma çıxacaq. Y də bərabərdir 3. Olacaq A variantı. 6-cı sual eyni qayda iləndir. Baxaq 7-ci sual. 96 metr uzunluqda məftilli biri o birindən 2 dəfə qısa olan kisələrdirlər. Biri 2x-dir, biri də x-dir. 96. 3x bərabər 96, x də bərabərdir 32. Kiçik hissənin uzunluğunu tapın. Olacaq 32 A variantı. 8-ci suala baxaq. Mağazaya 3 yeşik armud və 4 yeşik alma gətirildi. Deməli, 3x üstəgəlsin 4y bərabərdir 17. Deyir, bütün yükün çəkisi 17 və 1 yeşik almanın çəkisi 1 yeşik almanın çəkisindən çox olarsa. Deməli, 1 yeşik armudun çəkisi 1 yeşik almanın çəkisindən belənçən bu şəkildə 1 çox olarsa. Qoyuruq yerinə 3 vurulsun, y üstəgəl 1, üstəgəl 4y bərabərdir 17-yə. Olur 3y üstəgəl 3, üstəgəl 4y bərabərdir 17-yə. Bunları toplayanda eləyəcək 7y bərabərdir 17-dən 3 çıxacaq, eləyəcək 14, y bərabərdir 2-yə. Deyir, almanın çəkisi. Almanın çəkisi də y ilə işarə eləmişdik. Olacaq 2 C variantı. Sonra 9-cu suala baxaq. Deyir, bir top parçanın qiyməti 35 manat. Yəni bu uzunluğu olsun, bu da qiyməti olsun 35 manat. Topdakı parçanı 4 metr artırsaq, x plus 4 və metrin qiymətini 1 manat uzunlaşdırsaq,
və metrin qiyməti 1,33-də ümumi qiymət dəyişməz. Yəni yenə 35 olar. Deyir, topda neçə metr parça olduğunu tapın. Deməli, bu ifadəni də vurub atacaq. Olacaq x, y, çıxılsın x, üstəyənsin 4y, çıxılsın 4 bərabərdə 35-ə. Və x, y-imizin qiyməti 35-dir. 35 üstəyənsin 4y minus x bərabərdə 35 plus 4. 35'lər hər iki tərəfdə var deyə aparırıq. Deməli, 4, buradan x-i tapsaq, olacaq 4y çıxılsın 4. Və aparıb yerinə qoysa, buradan 4'ü çıxartmaq olar. Y çıxılsın 1. Olacaq 4 vurulsun y çıxılsın 1, vurulsun y bərabərdir 35-ə. Y kvadratı minus y bu hissəni saxladıqda 4'ü keçirəndə o hissəyə bölünür. Yəni 35 bölünür 4'ü və bu da o hissəyə keçirəndə minus olur. Bərabərdir 0. Diskriminantla həll edəsik. 1 deməli üstə gəlsin 35 böl 4 vur 4. Bu da eləyir 36, yəni 6'nın kvadratı. Y1 bərabər olur 1 plus 6 bölünsün 2. Bu da eləyəcək 2'də 7. Aparıb yerinə qoysu 4 vurulsun 2'də 7 minus 4. Bu da eləyir 14 çıx 4, yəni ki 10. Olacaq C variantı. Baxaq 10-cu suala. Deyir, düzbucaq şəklində olan əşin yerinin sahəsi 2400, hasanın uzunluğu 200'dür. Bu əşin yerinin enli və uzunluğunu tapın. Deməli, düşünək ki, bu formadadır hasar. Və A, B deyək. Sahəsi A vur B bərabər olur 2400. Hasarın uzunluğu deyəndə perimetri, yəni 2 vurulsun A üstə gəlsin B bərabərdir 200. Deyir, bu əşin yerinin enli və uzunluğudur. A üstə gəlsin B-ni tapanda 200'ü 2'yə böləndə 100. A-nı tapanda 100 çıxılsın B. Olur B vurulsun 100 çıxılsın B bərabərdir 2400. Olur, deməli 100B çıxılsın B kvadratı bərabərdir 2400. Bunları keçirdik o üst tərəfə. B kvadratı minus 100B. Bu müsbətdir, olduğu kimi 2400 bərabərdir 0. Deməli, köklərimizə diqqət yetirək. Köklərimiz olacaq 60 və 40. Deməli, biri 60 olanda o birisi onsuz da 40 olur. Uzunluq olacaq 60, eni olacaq 40. Bu da olacaq doğru cavabımız A variantı. 11-ci sualda eyni qayda ilə də 12-ci suala baxaq. Həyətdə toyuqlar və dovşanlar var. Onların başlarının sayı x gəlsin y bərabərdir 35. Ayaqlarının sayı. Toyuqların 2 ayağı olur, dovşanların 4 ayağı olur və 94. Deməli, yuxarı hissəni 2'yə vursuq, olacaq 2x üstə gəlsin 2y bərabərdir 70'ə. Və çıxsa, bunlar islah olacaq. 4y-dən 2y çıxanda olur 2y. Bunlar da çıxanda eləyir 24. Y də bərabərdir 12'yə. Y 12 olanda o birisi 23 olacaq. Çünki ikisinin cəmi 35 idi. Bizə deyir ki, həyətdə neçə dovşan var? Dovşan y-dir. O da olur 12, yəni ki C variantı. 13-cü sual eyni qayda ilədir. 14-cü suala baxaq. Deyir, motorlu qayıq 2 məntəqə arasındakı məsafəni çayın axını ilə 8 saata, axına qarşı 12 saata gedir. Qayıq bu məsələ durğun suda neçə saata gedər? Deməli, yol S-dir. Düşünək ki, sürətimizdəki x plus y çayın istiqamətində 8 saat, çayın əksinə çıxırıq bərabərdir 12 saata. Deyir, qayıq bu məsələ durğun suda neçə saata gedər? Yəni bizə S bölünsün x istəyir. Buradan x plus y 8-dən yerin dəyişmək olar. Onda belə olur ki, x plus y bərabərdir s böl 8, yəni 8'də 1 s. X minus y ilə bərabərdir 12'də 1 s. Və biz birinci 2x-i tapacaq. Toplayacaq, y-lər gedəcək. 8'də 1 ilə 12'də 1-i toplayacaq. Bu da 24'ə, bu 3'ə vurulur, bu 2'yə vurulur. Olur 24'də 5s.
X-i də tapanda 5s bölü 24 2-yə bölünür. Yəni məxrəcə ilə 2-də 1-ə vurulacaq. O da olacaq 48. Və bizdə də s bölünsün. Deməli x idi. Yəni 5s bölünsün 48. Bu olduğu kimi qalır. Bu birisi tərsinə çevrilir. Olur 48 bölünsün 5. Bu da olacaq 9,6. Yəni ki A variantı. 15-ci suala baxaq. Deyir, qutu və içindəki bir cüt ayaqqabının birlikdə kütləsi 1920. Qutudakı ayaqqabıların bir tane çıxardıqda. Düşünək ki, 2 idi də. Məsəl üçün, bir cütdür, 2 dənə olur da. Birini çıxardanda biri qalır. Olacaq 1120. Deməli, bunlar çıxır, x-lar gedir, 2 y-dən y çıxır, olur y. Bunlar da çıxanda eləyəcək 800. Deyir, boş qutunun kütləsi neçə qramdır? Deməli, aparıb yerinə yazsaq, x-ə yensin, 802 vurana 1600, bu da 1920. X də bərabər 1920-dən 1600 çıxanda olacaq 320 D variantı. 16-cı suala baxaq. Otaqda 10 litrli və 6 litrli 2 növ olmaqla cəmi 17 ədəd duz məhullu. Deməli, x üstə gəlsin y 17 ədəddir. Deməli, 10x üstə gəlsin 6y isə 122-dir. Deyir, otaqda neçə 6 litrli, yəni y-in sayını istəyir. Yuxarı 10-a vursuq, olacaq 10x plus 10y bərabərdir 170-ə. Və bunlar çıxsa 10x gedəcək, 10y-dən 6y çıxanda 4y bərabərdir. Bu 170-dən də 122 çıxanda qalır, deməli, 48. Y də bərabər olur 12-yə. Yəni ki, doğru cavabımız olacaq B variantı. Baxa 17-ci suala. Deyir, avtomobil parkında avtobus və taksilərdən ibarət 12 maşının şinlərini yenilədilər. Deyir, hər taksiyə hər birinin qiyməti 80 manat olan 4, hər avtobusa isə hər birinin qiyməti 180 manat olan 6 yeni təkər istifadə etməklə cəmi 62 şin sərf etdilər. Deməli, burada baxın, taksiyə 4 olub 4x, avtobusa isə 6 dənə, 6y və 62 şin. Əsas bunu qurmaqdır. Və bizdə avtomobil parkında şinlərə neçə manat pul? Avtomobil parkında şinlərə cəmi neçə? Ümumilikdə deyir də. Deməli, ayrı-ayrı tapmalıyıq. Yuxarıyın 4-ə vursa, olur 4x plus 4y bərabər 48-ə. Çıxanda 4x-lər gedir. Bunlar çıxanda 2y bərabərdir. Olacaq, deməli, 14. Y də bərabərdir 7. Y 7-dir, x-daki 5-dir. Deməli, avtobusa 7 dənə verilib, taksiyə isə 4 dənə və 4 dənə deyirəm, 5 dənə. Deməli, 5 dənə hər birinin qiyməti 80 manat olan, deməli, 4 dənə olacaq, bu 320 manat. Deməli, bir maşın 320 manat edir. 5 dənə maşın olduğu görə 320 vurulsun 5. Üstə gəlsin. 7 dənə avtobus olub. Deməli, 6 dənə təkərdir 180 manatdan. Bunu da vuranda olacaq 1080. Deməli, bunu vuranda eləyəcək 1600. Bu birisi də ki 7560. Bunlar da cəmləsək olacaq 9160. Yəni ki D variantı. 18-ci suala baxaq. Deyir, AB komandalar getməyə planlaşdırdıqları müxtəlif uzunluqlu yolun birinci gün uyğun olaraq 30%-ni və 40%-ni, ikinci gün isə uyğun olaraq qalan yolların 10%-ni və 30%-ni getdilər. A-dəyə, B-dəyə. Birinci gün 30% və 40%. İkinci gün isə uyğun olaraq qalan yolların 10%. Qalan yollar 70-dir, 60-dir. 10%-in gedir. 10% bunu nə qədər edir? 7 edir. Bunu da 6 edir. Bu dəqiqə. Hər ikisinin 10%-dir. 10%-ni və 30%. Bunun 30%-i 18 edir. A komandasının birinci gün getdiyi yol
Yəni ki 30. Deməli, A komandası birinci gün getdiyi yol B komandasının birinci gün getdiyi yoldan 3 dəfə çox olarsa. Deməli, birinci gün getdiyi yol bunların ümumi düşünək ki, məsəl üçün 100x-dir, bunlarınki də 100y-dir. Deməli, bu hissəsini elədik. Deyir, A komandasının birinci gün getdiyi yol. Yəni ki, 30x B komandasının birinci gün getdiyi yoldan 3 dəfə. B komandasının birinci gün getdiyi yol nədir? 40-dır. 40y. Bundan neçə dəfə böyüdür? 3 dəfə. Deməli, elə 30-a bölsük, bu gedəcək. Bunu da 30-a böləndə qalacaq 4y. X bərabərdir 4y. Deyir, A komandasının gedilməyən yolu B komandasının gedilməyən yoluna neçə faizdir? Bunun deməli qalan yolu 63 x eləyir. Burada nə eləyir? 42 y eləyir. Və x də bərabərdir 4y. Yəni 63 vurulsun 4y. Bu gedilməyən yoldur. Deməli, A komandasının gedilməyən yolu B komandasının gedilməyən yoluna neçə faizdir? Deməli, 4y deyirəm. 42y bölünsün 63 vur 4y. Y-lər gedir, vurulsun 100%. Bunları ixtisar aparsıq. Birinci 7 yapara bilərik. 7 yaparsaq burada qalır 6. Burada qalır 9. Burada deməli diqqət yetirib birincini bölmək lazımdır. Baxın. Birinci bizə çünki A komandasının gedilməyən yolu deyir axı. Yəni 63 bölsən 4y. Sonra, yəni A, B neçə faiz deyəndə A-nı B-yə bölüb hesabırıq da. Biz sürətlə məxəzin yerini dəyişik yazmışdıq. B komandasının gedilməyən yolda 42y. Vurulsun 100. Bunları ixtisar elədik. Bayaqlarda 7 yaparmışıq. Burada 9, burada 6. Bura eləyir 9, 4, 36. İxtisar eləyəndə də eləyir 6. Olur 600. Yəni ki, C variantı. 19-cu suala baxaq. Deyir, 10 qəpiklik dəmir pulun kütləsi 2,5 qram, 50 qəpiklik dəmir pulun kütləsi 5,5 qramdır. Deyir, 20 manat kağız pulu 10 və 50 qəpiklərə çevirib tərzidə çəkdilər. Deməli, 10x üstə gəlsin 50y bərabərdir. 20 manat nədir? 2000. Deməli, ümumilikdə də neçə qramdır? 290 qramdır. Və burada da bunları vurmalıyıq təbii olaraq. 10 qəpiklik 2,5x üstə gəlsin 5,5 y bərabərdir 290. Bunu vursa olur 10-a. 25x ise 55 y bərabərdir 2900. Aşağı hissəni də deməli yazsaq 10x üstə gəlsin. Bunu 5'ə bölmək olar da. 5'ə bölsük olacaq 5x plus 11y bərabərdir. Deməli 29'u vuracaq 20'yə. Bu da eləyəcək. Böləndə də, yəni 5'ə böləndə 580 eləyəcək. 5'ə böləndə. Deməli, bunu isə 2'yə bölsük və ya 2'yə bölək də. 2'yə bölsük olacaq 5x plus 25y bərabərdir 1000. Və çıxsa bunlar gedəcək. Bunu da çıxanda 14y bərabərdir. Bunu da çıxanda 420. Y də bərabərdir 30. Y oldu 30. Deyir, neçə ədəd 10 qəpiklik pul götürülmüşdür? 10 qəpiklik pul x-dir. Qoysuq yerinə olur 5x plus bunu da vuranda eləyəcək 750, bu da 1000. 5x bərabərdir 250, x də bərabərdir 50. Deməli 10 qəpiklik nə qədər olub? 50-dən olub. Doğru cavabımız olur A variantı. 20-ci suala diqqət edirək.
Deyir, hər üç şəkildə eyni düzgün üçbucaq, kvadrat və çevrə bir-birinin üzərinə qoyulmaqla üç müxtəlif fiqur alınmışdır. Fiqurların hündürlüklə uyğun olaraq bu olsun x, bu olsun y, bu olsun z. Bu y, bu x, bu da z. X plus y bərabərdir 18, y plus z bərabərdir 17, x plus z bərabərdir 19. Sistemi alıq, toplayırıq. 2x plus 2y plus 2z bərabərdir. Bölür 35, 19 deyəndə 54. 2-yə bölsü x plus y plus z bərabərdir 27. X plus y-imiz neçədir? 18. 18 plus z bərabərdir. Bizdən nə istəyir? Çevrənin uzunluğu. Çevrə x-dir. Elə onda x-in olmadığı yerdə qoyaq. Y plus z-imiz 17-dir. X plus 17 bərabərdir 27. X də bərabərdir 10. Deməli, olacaq doğru cavabımız. Deməli, bizə nə deyir? Hər şeydə eyni düzgün üçbucaq, kvadrat və çevrə bir-birinin üzərinə qoymaq 3 müxtəlif fiqur almışdır. Fiqurların hündürlüklə uyğun olaraq deməli 18 bizə çevrənin radiusunun. Burada diqqət etirəm. Biz neçə tapdıq? 10 tapdıq. Radiusu nədir? Bunun yarısıdır. Olacaq 5. 21-ci suala diqqət etirək. Deməli, 21-ci sualda deyir ki, 140 yerlik tamaşa salonu təmir edildikdən sonra sıraların sayı 4 vahidi artdı. Sıralar olsun. Belə düşünək. X vurulsun negriyə. Əvvəl 147. Bu olsun sıra. Burada yer olsun. Deməli, sıraların sayı 4 vahid artdı. X plus 4. Hər sıradakı yerlərin sayısı 4 vahid azaldı. Yerlərin sayını dəyişmədi. Bu, bayaqki sualla eynidir. Burada belə bir sualımız var idi. Deməli, metrə məsələsi. Bircə dəqiqə. Baxın, bununla 9-dan eynidir. Eyni qayda ilə həll olunacaq. Həll eləyək. Deməli, vurub atacaq burada. X vurulsun y minus 4x plus 4y minus 16 bərabərdir 140. X y-imiz nədir? 140-dır. Bu ondan islah olacaq. Olacaq 4y çıxılsın 4x bərabərdir. Bu 16 ikisi öz tərəfi olacaq. Müsbət 16. Y çıx x bərabər olacaq. 4-ə böləcək. 4-ə. Buradan deməli y bərabərdir. X plus 4. Aparıb yerinə yazsın. X vurulsun x plus 4 çıxılsın 140 bərabərdir 0. X kvadratı plus 4x minus 140 bərabərdir 0. Burada deməli köklər hasilə mənfi 140-dır. Cəm isə mənfi 4-dür. Burada da 35 vurulsun 4-dür. Bunu indi elə fikirləşmək lazımdır ki, cəmi mənfi 4-dür. Bir onsuz da mənfi olmalıdır. Deməli, bunu məsələn mənfi 14, 10 götürsün, yenə hasil mənfi 140 edir, cəmi də mənfi 4 edir. Mənfini götürməyəcək, müsbət 10-u götürəcək. Y-imiz də olacaq 14. Bizə deyir ki, təmirdən sonraki salonda neçə sıra olduğunu. Sıraya da x demişik. X-imiz də oldu nə? X-imiz də oldu 10. Oldu doğru cavab. Daha doğrusu bir dəqiqə. Neçə sıra? Sıradakı yerlərin sayı isə 4 vahid azalıb, sıralansa 4 vahid artdı. Bizə də təmirdən sonra. Təmirdən əvvəl onda nə olub? Bəli, təmirdən sonra salonda neçə sıra olduğunu. Sıraların sayıda 4 vahid artılıb. Baxın, əvvəlkin soruşsaydı 10 olurdu. İndi sonuncunu soruşur, o da olur 14. 22-ci suala baxaq. Diaqramda AV məhsulların satış qiymətləri göstərilmişdir. Ay ərzində ümumilikdə 2600 azın dəyərində 200 ədəd məhsul satılmışdır. Deməli, A üstə gəlsin B bərabərdir 200-dir. Ona üstə gəlsin 15B bərabərdir 2600. Sistemi alaq. 10-a vuraq 10A üstə gəlsin 10B bərabərdir 2000. Çıxacaq, bunlar islah olacaq. 5B bərabərdir 600-ə, B də bərabərdir 120. A məhsulundan nə qədər satılıb? A məhsulundan 80 olmalı ki, 120 ilə cəmləndə 200 olsun. Doğru cavabımız olacaq 80. 23-cü suala baxaq. Deyir ki, müştəri tutumu 148 nəfər olan oteldə cəmi 60 ədəd 2-3 və 3 nəfərli otaqlar mövcuddur. 2 x üstə 3 y bərabərdir 60.
dəqiqə x üstəgəl y daha doğrusu. X üstəgəl y bərabərdir 60. 2x üstəgəl 3y bərabərdir 148. Bunu sistemala 2-yə vuraq. 2x üstəgəl 2y bərabərdir 120-yə. Çıxanda x-lar gedir. 3y-dən 2y çıxanda y qalır. Bu da edir 28. Y 28-dirsə, x da 60-dan 28 çıxacaq, eləcə 32. Deyir ki, 2 nəfərli otaqların 75%, 3 nəfərli otaqların 25% dolduğuna görə boş otaqlara ən çox neçə müştəri yerləşdirmək olar? Deməli, 2 nəfərli otaqların 75%. 2 nəfərli x-dir. 32-nin 75%. 25-ə x çarparsaq 4, 3. Bu deyir 24. Deyir, 3 nəfərli otaqların isə 25%. Bu 2 nəfərli, 3 nəfərli də 28-dir. 25%, 4də 1 də 7 eləyir. Deməli, doğru olduğuna görə boş otaqlara ən çoxu neçə müştəri yerləşdirmək olar? Deməli, burada olacaq 21, burada olacaq 48. Bunların da cəmi edir 69. Ümumi 148 nəfər idi. 69-u da çıxsın 9 olacaq 79. 24-cü sual da eyni qaydalandı. 25-ci suala baxaq. Deyir, şirkətin binasının 4-cü mərtəbəsində ancaq mühasib və menecerlərdən ibarət 22 nəfər işləyir. X plus y bərabərdir 22. Hər bir mühasibə əmək haqqı 1200, menecer əmək haqqı isə 800 ASN-dir. Deməli, 1200 üstə vurulsun x, 800 vurulsun y bərabərdir 21600. Deməli, 800-ə vursuq, 800 x üstəyə 800 y, 8-ə vuranda 6, 176, sonuna 2 sıfırlarda əlavə. Çıxırıq y-lər gedir. Bu 400 x. Bunun da çıxanda 600 gedir. Bu da 4000 x də bərabərdir 10. Y deməli neçədir? 12-dir. Deyir, menecerlərin sayı. Menecerlər 800-ə vurulan eddə y-dir. Bizdən də y istəyir, o da olacaq 12. 26-cı sual eyni qayda ilədir. 27-ci suala baxaq. Deyir ki, çörəklərin mağazalara çatdırılması üçün 2 avtomobildən istifadə edir. Birinci avtomobilin tutumu 600, ikinci avtomobilin tutumu isə 800 çörəkdir. Gün ərzində 2 avtomobil mağazalara cəmi 9 dəfə zavoddan tam dolu çıxaraq, deməli, x y bərabərdir 9. 600 x üstə gəlsin. Deməli, 800 y bərabərdir 6200. Deməli, 600-ə vursuq. 600 x üstə gəl 600 y bərabərdir 5400. Çıxacaq 600-lər gedəcək. Bu deyilir 200 y bərabərdir 800-ə. Y bərabərdir 4-ə. Y 4 olanda x də olur 5. Bizə deyir ki, birinci avtomobil gün ərzində mağazaya neçə çörək aparmışdır? Deməli, birincinin 600-dür. 600 nəyə vurulub? 600 x-a vurulub. X olacaq. Deməli, 5 vurulsun 600. O deyəcək 3000. Bizdən çörək sayını istəyir. 5 dəfə, amma gedib yəni ki, maşın. 28 eyni qayda ilədir. 29-a baxaq. Deyir, usta 24 metr uzunluğunda olan məfdili bərabər hissələrə böldü. Əgər usta həmin məfdilin uzunluğu 60 cm az olan bərabər hissələrə bölsəydi, məsələn 24 bölsün x-də. Deyir, əgər usta həmin məfdili uzunluğu 60 cm az olan bərabər hissələrə bölsəydi, alınan hissələrin sayı 2 vahid artardı. Deməli, hissələrin uzunluğu x olsun. 24-ü böldü x-a. 24-ü böldük x minus 60-a. Bunun belə demək olar ki, 60 cm 0.6 metr 0.6 yazmalıyıq. Və 2 vahid artar. Bu daha böyükdür. Bunu əvvələ keçirməliyik. Çünki deyir, daha çox alınır da. Çünki məxrəc kiçildikcə ifadənin qiyməti böyüyür. Orta mərcimiz x vurulsun x minus 0.6. Bu 24x. Bu da 24 vurulsun x çıx 0.6. Bərabərdir 2-yə.
Deməli 2-yə bölsük olur 12x çıxılsın 12 vurulsun x çıx 0.6 x vurulsun x çıx 0.6 bərabərdir 1. Olur 12x çıx 12x plus 12'ye vuranda 7 dəqiqə 7.2 bərabərdir. Bunu da vurub açanda x kvadratı minus 0.6x. Sadələşdirsək x kvadratı 12x dar gedir. Minus 0.6x plus 7.2 bərabərdir 0. Burada minus eləyək. Çünki öz tərəfə gizləndə minus olacaq. Demək, köklər asılı mənfi 7.2 cəmisi 0.6. Bunu diskriminantla eləsək 0-dan 136 yəni 4 vursun 7.2. Deməli 28.8 yəni 0-dan 136. 28 tam 29 tam. Bu da deməli bu da 5.4'ün kvadratıdır. İndi onsuz da bu 2.4'dən 3 olacaq. Birim bu mənfi olacaq. Yine de diskriminantla da eləyək. 0.6 üstə gəl 5.4 bölünsün 2 bu eləcə 3. Bizə müsbəti lazımdır. Deyək qrupda neçə nəfər yox bu 30'dur. Ustan əvvəlcə böldük hər bir hissənin uzunluğu bizə də x hissədə olacaq 3 metr. 30-cu sual. 20 nəfərdən ibarət turist qrupunda qadınların yaşlarının ədəd ortası x plus y bərabərdir 20. Qadınların yaşlarının ədəd ortası a bölünsün x bərabərdir 24. Kişilərin yaşlarının ədəd ortası b bölünsün y bərabərdir 29. Bütün turistlərin a plus b bölünsün x plus y yəni ki 20 nəfər bərabərdir 26. A plus b'miz buradan nə eləyir? 26'ın 20'ye vururuq, elir 520. Buradan a elir 24x, b elir 29y. Yazırıq 29x 24x üstə 29y bərabərdir 520. Bunu vururuq 24'e olur 24x plus 24y bərabərdir 480. Çıxırıq, bunlar gedir 5y bərabərdir. Bunu da çıxanda 40. Y bərabərdir 8. X də bərabərdir 12 edir ki 20 olsun. Deyək qrupda neçə nəfər qadın var. Qadın x idi. Bizdən də 10 istəyirdi. Bu da olacaq 12. Deməli, baxaq 31-ci suala. Deyir ki, cədvəldə bir ailənin bir aydakı büdcəsi və xərcləri haqqında məlumat vermişdir. Ananın maaşı yol xərclərinin 3 mislindən deməli, ananın maaşı olsun x. Ananın maaşı yol xərclərinin 3 mislindən 295 manat çox. 295 gəlir. Evin ümumi büdcəsi. Bu da ana ilə atanın maaşının cəmi deməkdir. Yəni 2200 sayılsın x. Deməli, evin ümumi büdcəsi xərclərdən 270 manat çox olarsa. Deməli, xərclərimiz bunların cəmidir. Bunları cəmləyəndə deməli, bu ikisini cəmləsək deməli, 1267 523. Bu da eləyəcək 1790. Və mini də gəlsək 2790. Bu da getdi və əlavə olaraq nə də var? 85 də var. 85'i də üzərinə gələndə olacaq 2875. 2875 plus yol xərclərdə y. Deyir, büdcəsi xərclərdən 270. Üstünə 270'də gəlir. Deyir, ananın maaşını tapın. İndi bunu yazandan sonra deməli, x bu y keçir o yüzden x çıx y 2870'dən 2200'ün çıxanda qalır nə qədər? 675. 675 nə? 270'i toplayırıq. 5, 4 və 1045. Burada isə x çıxılsın 3y bərabərdir 295. Burada çıxsaq x-larımız gedəcək. Mənfi y çıx, mənfi 3y bərabərdir. Bunu da çıxanda bu 95'də
Burada 5. Bu da 7. Bu olacaq. Demək, mənfi y plus 2y bərabərdir 750. 3y daha doğrusu. Bu ilə 2y bərabərdir 750. Y də bərabərdir. Deməli, 3, 7, 5. 375. Ananın maaşını taban. Bizdən də x istəyir. Qoyuq yerinə x çıxılsın 375 bərabərdir 1045. X də bərabərdir 1045. Üstəyənsə 375. 0, 2, 3, bu da 1 olacaq. Deməli, indi yenə də diqqət edirək. Deməli, başlanğıcda bunları topladıq. Bu xərclərimizi topladıq. Aldıq 2875 və y də xərcə aiddir. Y. Plus deyir 270 manat çoxdur. Bunları da apardıq. Qaldı 675 və 270. Bunları da toplayanda 5, 4 və burada 945 alınır. 945. Burada da bunu çıxanda bir dəqiqə 945 alınır. Bunu da çıxanda 0, 5, 650. Bu da olacaq 2y bərabərdir 650, y də bərabərdir 325. Y olur 325, x çıxılsın 325 bərabərdir 945. X də bərabərdir 945 üzə 325. Bu da eləyəcək 1270 manat. Olacaq doğru cavabımız 1270. 1320 yox. Yəni burada biz toplayanda diqqətsizlik olub, toplayanda 945 alınır. Yəni 100 artıq alınıb. Sonra 32-ci suala baxaq. Deyir, məktəbin zalında skamyalar quraşdırılıb. Əgər hər skamyada 4 şagird otursa, bütün şagirdlərin otura bilməsi üçün 6 skamya çatmayacaq. Deməli, hər skamyada 4 şagird otursa, 4x deyir, şagirdlərin otura bilməsi üçün 6 skamya çatmayacaq. Deməli, 4 dənə oturur deyə 6 skamya çatmayacaq və burada x məsəl üçün düşünsək, 6 skamya çatmayacaq deyə 6 üzərinə gəlməliyəm. Amma 5 oturanda 4 skamya boş qalacaq, yəni 4-ün də çıxmalıyam. Olur 4x plus 24 bərabər 5x çıxılsın 20-yə. 5x-dən 4x-i çıxıram, edir x, 24 dəfə keçəndə toplanır olur 44. Deməli, 33-cü suala baxaq. Deyir, 150 turistin daşınması üçün nəzərdə tutulmuşdu. Bunun üçün hər birində eyni sayıda yer olan bir neçə avtobus ayrıldı. Avtobusun ümumi tutumu 150 yer idi. 18 turist çox gəldiyi üçün bir ədəd eyni tutumlu avtobus əlavə edir və hər avtobusa əvvəl nəzərdə tutulan 2 turist az mindi. İndi 150 avtobuslar sayı olsun n və bu da hər avtobusa düşən adam sayı olsun. Deyir ki, 18 turist çox gəldi. Olur 168 bölünsün n üstəgəl 1 bərabərdir x minus 2. Bizə turistlərin daşıması üçün əvvəllə neçə avtobus nəzərdə tutulmuşsa onu istəyir. İndi yuxarıdakından aşağıdakını çıxsıq. Olur 150 böl n çıxılsın 168 böl n plus 1 bərabər. Bunlar da çıxanda olacaq mənfi 2. Orta məxrəcimiz n vurulsun n plus 1'dir. Bu vurulacaq n plus 1'ə, bu vurulacaq n-ə. Olur 150 n plus 150 çıxılsın 168 n bərabərdir mənfi 2'yə. Sadələşdirək. Olur 150 çıxılsın 18 n bölünsün n vurulsun n plus 1 bərabərdir mənfi 2'yə. Elə bu mənfi 2'yə bölsük. Bu mənfi 2'yə böləndə 2'yə böləndə ümumiyyətlə 75 çıxılsın 9n edir. Mənfiyə də böldüyümüzə görə yeri dəyişəcək. 9n çıxılsın 75. Bu da n kvadratı plus n edir. Bərabərdir 1. Çarpaz vurur n kvadratı plus n bərabərdir 9n çıxılsın 75. Sadələşdirək. Olur n kvadratı plus n çıx 9n plus 75 bərabərdir 0. Olur n kvadratı minus 8n plus 75 bərabərdir 0.
burada deməli bunu yuxarıdan aşağı çıxanda bu müsbətləşir. Bu müsbət 2 də elə. Müsbət 2 olacaq bu. Çünki mənfi, baxın, x minus 2. Birinci ədədə mənfi x plus 2 olur. Yəni bu müsbətləşir. 2-lə mənfi arda gəlir deyə. Deməli, indi çarpı şəkildə vuraq. 2-yə böldük. 75 çıxılsın. 9 n elədi də bura. N kvadratı plus n bərabərdir 75 çıxılsın 9n. Bu da n kvadratı plus n çıx 75 plus 9n bərabərdir 0. O n kvadratı plus 10n minus 75 bərabərdir 0. Kökləri hasil mənfi 75, cəmi isə mənfi 10. Bu da eləyəcək deməli mənfi 15 və 5. Mənfi 15 götürməyəcək, olacaq doğru cavabımız 5. Baxaq 34-cü suala. Sinifdəki qızların kütlələrinin ədədi ortası 42, oğlanların deməli A olsun. Sinifdəki qızların kütlələrinin ədədi ortası 42, oğlanların kütlələrinin ədədi ortası 49 və sinifdəki bütün şəhərlərin kütlələrinin ədədi ortası A böl x və yaxud da belə deyək də qızlarınki 42, oğlanların O bölünsün y bərabər 49. Sinifdəki bütün şəhərlərin kütlələrinin ədədi ortası Q plus O bölünsün x plus y bərabərdir 46. Sinifdəki bütün şəhərlərin sayı 21 olarsa, bu 21'dir. Deyir ki, qızların sayını tapın. Aha. Qızlar burada olacaq 42x, oğlanlar olacaq 49x. Yazsıq yerinə deməli 42x üstə gəlsin 49x böl 21 bərabərdir 46-ya. Deməli 7-yə bölsük olur 6x üzəyə 7x. Bu sürətlə məxrəcdə. Bunu da 7-yə bölürəm, bunu da 7-yə bölürəm, bunu da. Bərabər 46. Bu y olacaq. Çarpaz vuru 6x üstə gəlsin 7y bərabərdir 18, 138 və x plus y-imiz neçədir? 21-dir. Bunu vuruq 6-ya. 6x plus 6y bərabərdir 126. Çıxırıq 6x da gedir. Bunun çıxanda y qalır. Y bərabərdir 138-dən 126 çıxanda eləyir 12. Deməli x neçə imiş? 9 imiş. Deyir qızların sayı. Qızlardakı x-ə bölünmüşdür. Bu da olacaq 9. Bu da sonuncu sualımız idi.